Günahlar bəzən duaların qəbul olunmasına mani olur. Ona görə Süleyman əleyhissalamın duasına baxın. Bu duanı hər kəs eləyə bilər. Süleyman əleyhissalam Allah'tan elə bir mülk istədi ki, dedi ki, Allah'ım məndən sonra heç kimsələrə mülk olmasın. Həqiqətən də onun kimi yer üzərində padşah gəlməyib, gələ də bilməz. Nə demişdi? Rabbi xfirli və həbli mülkə. Allah'ım məni bağışla və mənə mülk bəxş elə. Nəyə görə birinci bağışlama dilədi? Çünki bağışlanma duaların qəbul üçün səbəbdir. Dua edərkən bağışlanma dilə. Süleyman əleyhissalamın duası. Rabbi xfirli, Rabbim məni bağışla və mənə mülk bəxş elə. Altı adam mülk istəyəndə, ruzu istəyəndə birinci bağışlanma dilə. Bütün sıxıntılar aradan qalxacaq. La ilahe illallah. Müstəcəb dualardan birisi. Rabbena atina min ledunke rahmeten və hayyi lana min əmrina raşada. Bizə öz dərgahından mərhəmət bəxş et və bizə bu vəziyyətdən çıxış yolunu göstər. Kəhf surəsi 10-cu ayə. Ən əzəmətli, ən bərəkətli dua. Bu duanı edən insan Allah təala ona olmadığı yerdən qapı açar. Hansı ki bu duaya görə Allah təala kainatın seyrini dəyişdirmişdi. Kəhf sahiblərini, mağara sahiblərini qorudu. 309 il orada saxladı və onları neynə qorudu? Baxın, ona görə nədir? Nemətdir bu dua. Bizə öz dərgahından mərhəmət bəxş et. O salihlər bu duanı etmişdi. Və onlara görə Allah Teala o olmuş hadisəni kitabında endirdi və insanlar qiyamət gününə qədər oxuyacaqlar. Bizə öz dərgahından mərhəmət bəxş et və bizə bu vəziyyətdən çıxış yolu göstər. Hər bir insan bu duanı etsin.